Yazıq qurdun dili yox, ağzı yox. Bütün xəstəlikləri az qalan üstünə atan həkimlər var. Bu dərman sırf akne xəstəliyinin müalicəsində ən effektiv metodurmu? Yəni digər metodlar yoxdurmu? Sızanaq çapıqlarını tamamilə aradan qaldırmaq mümkündürmü? Çistka eləməsəydi, bəlkə də heç çapıqsız və yaxud minimal izlə qurtulacağı bir halı daha ağırlaşdırıb, daha fəsadlı formaya çevirmiş olur. Aybaşı siklından öncə və yaxud o ərəfədə səpkilərdə xüsusi artış hiss edirsinizmi? Xüsusilə də bu çənə-çənəaltı nahiyədə. Hər cavabı aldıqda biz artıq şübhələnirik. Yəni insanlar göndərirlər, deyək ki, nəcis sanayisinə falan ki, sırf bağırsaq mikroflorası. Sovetdən qalma bir yanaşmadır. Yəni ki, görək yetərsizdir. Hansı ki biz qorxa-qorxa bir həftəyə təyin edildiyimiz mazı vətəndaş reseptsiz gedir, alır aptekdən, illərlə sürtür dərisinə. Bunun sayəsində dərisi nazilib, kapilyarlar genişlənib və nəinki dərisi zədələnib, hətta şəkərli diabeti maza görə yaranır. Keçid edək, hal-hazırda Azərbaycanda da ən çox yayğın olan dəri problemlərindən biri olan akne və sızanaqlar. Bu daha çox yeniyetmə yaşlarından başlayır, özünü göstərir və hətta 30, 35, 40 yaşa kimi də davam edə bilir. Əlbəttə ki, doğru olmayan müalicələr və yaxud da bu mövzu haqqında olan miflər. Ümumi olaraq aknenin də formalaşması, məsələn, yeniyetməli yaşında daha çox hormonal prosedurlarla bağlı olursa, sadə sızanaqlar, nə bilim, qida vərdişləri və yaxud da digər problemlərlə, stresslə falan bağlı ola bilər. Bunu ilk öncə necə ayırd edirsiniz ki, bu hormonal aknedir, bunun yəni alt səbəbi, əsas səbəbi hormonaldır, yoxsa adi sızanaqdır və müalicə metodları içində ən çox istifadə olunan metodlar hansılardır? Ümumiyyətlə, bu yeniyetmə dönəmində bizdə androgen hormonların miqdarı artır, bu bizə lazımdır. Həm kişilərdə artır, həm qadınlarda artır. Bu, həm də bu hormonların eyni zamanda dərimizdəki piy vəzlərinə də təsiri var. Bu, seboreik zonada, üz, sinə, kürək, saçlı dəridə. Onların fəaliyyəti artdığı üçün orada bir tıxaclanma gedir. Hətta testosteronun birbaşa təsiri budur ki, piy vəzsinin fəaliyyətini artırır, axacağında daraldır. Çünki orada hüceyrələrin təzələnməsi də sürətlənir. Ölmüş hüceyrələr orada tıxac formalaşdırır və qapalı komedonlar deyirik buna, ağ nöqtələr kimi və pasiyentlər həmişə bunu dəraltı səpkilər kimi təqdim edirlər. Bu ilkin mərhələsidir. Daha sonra bu, belə deyək, həmin o toplanmış piy dərini dələrək azad olanda, ətraf mühitdəki hava ilə təmasda olanda oksidləşir, qara rəngə çevrilir və bu hamının dediyi qara nöqtələr, biz buna açıq komedonlar deyirik. Və sonunda ora hər hansı bir mikrob, akne misalında propionobakter akne orada başlayır çoxalmağa, iltihaba səbəb olur. Nəticədə biz qırmızı səpkilər görürük və bizim aqan hüceyrələrimiz, immun hüceyrələr gedib onlarla orada mübarizə aparıb döyüşəndən sonra da orada irin görürük ki, bu sızanağın üzündəki o irində məhz budur. Qısaca bu sızanağın bu mərhələsidir. Az və yaxud çox da olsa, belə deyək, bu yeniyetmə dönəmində 1, 3, 5 sızanağın olmağı, yəni bu xəstəlik deyil, bu bir normal sayıla bilər. Problem nə zaman olur? Bu sızanaqlar çox böyükdürsə, özündən sonra iz qoya bilirlər. Ona görə bir çox insanlar düşünürlər ki, ənənəvi yanaşırlar ki, bizdə də var idi, keçər. Düzdür, amma baxmaq lazımdır. Sizdə bu sızanaq hansı ərazini əhatə edibdir? Özündən sonra iz qoyacaqmı, qoymayacaqmı? Bütün bu məsələlərə görə tövsiyə edirəm ki, gələcəkdə daha çox əziyyət çəkməyəsiniz deyə, həm də övladınız kompleksə girməsin deyə, elə ilkin sızanaqlar çıxanda dermatoloqa müraciət eləsinlər ki, bunun ən azı fəsadı qalmasın. Və ciddi bir problemi yoxdursa, altda yatan səbəb yoxdursa, qısa bir müddətdə də sağalacaq o. Üstəgəl özündən sonra iz qoymayacaq, nə gözəl. İrəli yaşlarda da bunun davam eləməsi olduqda, sonra sırf hormonal səbəbin olub-olmadığını biz daha çox müəyyən testlərlə yoxlayırıq. Bu da kişilərdə yox, qadınlarda yoxlayırıq. Burada da bizə belə ipucu verən göstərici səpkinin yerləşməsi olur. Xüsusilə çənə-çənəaltı nahiyədə səpkilər olduqda qadınlarda biz bir sual veririk ki, aybaşı siklından öncə və yaxud o ərəfədə səpkilərdə xüsusi artış hiss edirsinizmi? Xüsusilə də bu çənə-çənəaltı nahiyədə. Hər cavabı aldıqda biz artıq şübhələnirik və
müəyyən cinsi hormonlar var ki, onları qeyd edirik və onların öz günləri var, siklın günlərinə görə verilir ki, baxaq və bir çox hallarda orada səbəb tapırıq. Elə olduqda müalicədə bunu nəzərə alırıq. Daha ciddi səbəblər olduqda və hətta mən xoşlayıram minimal səbəbdə belə paralel olaraq endokrinoloqa da müraciət eləsin. Çünki bu sahənin də belə deyirlər, peşəkarları onlardır və bu professional yanaşmadır ki, orada problem olduqda pasiyentə bildirmək ki, paralel endokrinoloqa da müraciət eləsin və biz müalicəmizi paralel artıq aparırıq. Hormon balansının pozulması. Hormon balansının başqa səbəbləri ola bilər və s. Burada həm də belə deyək, dərin bir üstünlüyü var ki, digər orqanlardan fərqli olaraq güzgüdür. Mədədə nə baş verirsə, biz ancaq zond udanda görürüksə, dəridə xırda bir şey olanda dərhal görürük və elə xəstəliklərin sayının da çox olması ona görədir. İlkin müraciətlər də dəridə daha çox olur, çünki gözümüzün qabağındadır. Bu bizə həm də kömək edir ki, digər daxili xəstəliklərdəki problemi də vaxtında müəyyənləşdirə bilərik. Onu deyəcəydim ki, bu aktivlər məsələn hansı daxili orqanlarda olan problemlərdən? Bayaq çəkdiyim misalda, məsələn, bu misalda bağırsaq florası falan məsələsi var. Məsələn, bağırsaq florası məsələsi belə deyək, biraz köhnəlmiş məsələdir. Çünki Azərbaycanda yəni bir çox bildirmələr buna gətirib çıxardır ki, daha çox məsələn insanları göndərirlər deyək ki, nəcis sanayisinə falan ki, sırf bağırsaq mikroflorası. Sovetdən qalma bir yanaşmadır. Yəni, yetərsizdir. Siz belə deyək, müasir protokollarda bunlara rastlaşmayacaqsınız. Bu yoxdur. Bunun da belə deyək də, ümumiyyətlə orqanizm bir-birinə bağlıdır. Amma ki, təbii ki, bağırsaqda hər hansı bir problem, ciddi problem olsa, bədəndə ümumi iltihabi fon olsa, təsir eləyəcək aşağı-yuxarı digər orqanlara da. Başqa bir məsələ hansı ki, bu elə uşaqlıqdan məsələn kim ki qurdu falan olur bağırsaqlarında, deyirlər ki, məsələn o səbəb olur akneyə və yaxud da məsələn qaraciyər, daha çox bilinir ki, qaraciyərdə hansı bir problem varsa bu insanın dərisinə vurur, hansısa bir ləkələr xoşa gəlməz və yaxud da yəni bunları bağlaşdırsaq arasında bir əlaqə varmı? Ümumiyyətlə bayaq dediyim o köhnə mifik belə deyək, artıq mifləşmiş yanaşmalardan biridir. Bir çox xəstəlikdə mən bu Sovetdən yəqin ki, qalıbdı, o dönəmdən qalıbdı yanaşma. Qurdun üstünə atmaq, yəni yazıq qurdun dili yox, ağzı yox, bütün xəstəlikləri az qalan üstünə atan həkimlər var. Amma müasir belə deyək də, tibbdə heç bir tədqiqatda bu özünü təsdiqləməyibdir. Və o qurd məsələsi də özünü təsdiqləməmiş məsələlərdən biridir akne xəstəliyində. Bir çox başqa xəstəliklərdə təbii ki, rolu var, amma sırf aknedən danışırıqsa bu mifdir. Aknedə yenə də dediyim kimi, burada əsas genetik meyillikdir, cinsi hormonlardır və qidalanmada glikemik indeksi yüksək qidalardır. Bu üç şeyi əsas bu yanaşmamız, bu özünü təsdiqləmiş məsələlər budur deyə, rahat bunu deyə bilərik. Gələcəkdən hansı səbəblər tapılacaq, biz hələ bilmirik, amma hansılar inkar olunub, onu bilirik. Bu xəstəliyin müalicəsində həm müasir tibbdə ən çox istifadə olunan dərmanlar Roakutan, Akutan, İzoqalen kimi apteklərdə, əzaxanalarda satılan tərkib hissəsi izotretinoin olan dərmanlardır. Hansı ki, bu dərmanlardan bir çox insan qaçır. Çünki yan təsirləri var. Yan təsirləri məsələn burunda qanaxmalar, göz pərdəsinin, yəni gözdə belə deyim, görmə qabiliyyətinin nisbətən zəifləməsi və yaxud da dodaqda çartlamalar və yaxud da daxildə gedən prosedur, hansı ki, qaraciyər funksiyalarının, asatının artışı və ya da pozulması və digər hətta araşdırmalara görə serotonin səviyyəsinə belə təsir edə bilir. Həmçinin dərman üzərində məsələn hamilə qadınlara istifadəsi qadağandır kimisindən də bir not keçirdilər. Yəni ümumi olaraq bu dərman sırf akne xəstəliyinin müalicəsində ən effektiv metoddurmu? Yəni digər metodlar yoxdurmu? Və bu dərmanların yan təsirləri haqqında danışaq biraz. Hər kəsdə bu olur. Ümumiyyətlə akne müalicəsində bir neçə protokol var. Bütün formalarda o təyin olunmur. Daha yüngül formalarda, yəni krem gellə müalicə olunan forması var, antibakterial müalicə, belə deyək, antibiotiklərlə müalicə olunan forması var. Sonra dərman yükünü azaltmaq üçün lazer müalicələrindən də istifadə olunur. Və təbii ki, ən güclü protokollardan biri də, ən güclüsü deyə bilərəm, bu da izotretinoindir. Bu aromatik retinoiddir. Sadə dildə desək, A vitaminin bir törəməsidir. Birbaşa bayaq sadaladığım o səbəbə təsir göstərir, pi vəzlərin fəaliyyətini dayandırır və bunun sayəsində müəyyən zaman o preparatı qəbul etdikdə, çəkiyə görə aparılır o müalicə. Həmin o ölçüsü kiçilmiş, funksiyası azalmış pi vəzlər müalicə bitdikdən sonra
funksiyasını bərpa eləməyə başlayır, amma artıq sızanaq yaradacaq səviyyədə bərpa eləmir. Və ən belə deyək, müsbət nəticələr də onda alınır. Bayaq dediyim kimi də burada da həkim seçir hansı pasiyentə bu təyin olmalıdır. Orada pasiyentin yaşı önəmlidir, sızanağın forması önəmlidir, yağlı dəridir, dərindən çıxır, çapıq qoyur, digər müalicələrə tabe olmur və bu digər belə deyək, məsələləri aydınlaşdırdıqdan sonra artıq dermatoloq izotritsinaini təyin edir. Bu müalicə, belə deyək, bir neçə protokol var. Çəkisi yol verilən hallarda, yan təsirlər yoxdursa, çəkiyə görə hesablanır minimum doza. Çəki az olduqca doza da təbii ki az olur, çox olduqda da çox olur. Buna kumulativ doza deyirik. O müəyyən qədər toplanmalıdır bədəndə və nəyə görə bu doza müəyyənləşdirilib? Bayaq dediyim kimi, o pivəzlərin fəaliyyəti dayanmalıdır və müalicəni dayandırdıqdan sonra geriyə qayıtma ehtimalı mümkün qədər az olsun. Bu optimal bir müddətdir. Çəkisi aşırı çox olan insanlarda digər protokol seçilir, standart müəyyən ay ərzində. Çəkisinə artıq uyğun olmayan dozada, amma artıq fəsad verməyək deyə, dərmanın digər yan təsirlərinə qurban olmasın deyə pasiyent yol verilən qədər çəkisinə uyğun olmasa belə minimal, optimal doza seçilir. Burada da yenə də bu müalicədən sonra da insan canlı orqanizmdə hansısa səbəblərdən hormonlar yenidən disbalans ola bilər, başqa bir səbəblər ola bilər ki, akne aktivləşsin. Bu çox az hallarda olur. Belə olduqda isə müəyyən fasilədən sonra ikinci kursda ola bilər. Çox nadir hallarda olur ki, ikinci kursdan sonra təzədən buna ehtiyac olsun. Əksər pasiyentlərdə 80-90% hallarda bu bir kursdan bitmiş sayılır. Ondan bir neçə ay, il sonra sizdə ayda 1-2 dəfə sızanaq çıxa bilər. Yəni bu qorxulu bir şey deyil. Bu sağlam belə deyək də səpmədir. Əgər yenə əvvəlki kimi aşırı çıxmağa başlayırsa, onda müəyyən fasilədən sonra dermatoloq sizə bunu ikinci kursunda təyin edə bilər. Burada əsas məsələ odur ki, cəmaatın belə deyək də bu dərmandan qorxmasının səbəbi bu dərmanın bizim ölkədə resepsiz satılmağıdır. Sadəcə budur. Əslində tibb sahəsində bir çox dərmanların təsiri izotritsinaindən az deyil ki, çoxdur. Sadəcə olaraq bu qədər miqdarda, bu qədər dozada qəbul olunmur. Yəni siz təsəvvür edin, adi bir öyrəşdiyiniz ağrı kəsici sizin mədənizə nə qədər ziyan verir. Sonra mütəmadi hər gün qəbul etsəz, mədə xorası garantilidir. Hansı ki, biz qorxa-qorxa bir həftəyə təyin edildiyimiz mazı vətəndaş resepsiz gedir, alır aptekdən, illərlə sürtür dərisinə. Bunun sayəsində dərisi naziliyib, kapilyarlar genişlənib və nəinki dərisi zədələnib, hətta şəkərli diabeti maza görə yaranıb. Yəni, o dərəcədə təsir edə bilir. Ona görə ən böyük səbəb resepsiz satılmağıdır. Dermatoloq bir adamı müalicə edir bu dərmanla, qonşusu, dostu görür. Deyir, hə, sənə nə yazdı? Dedi, mənə bunu yazdı. Hə, nə tər içdin? Belə içdin. Amma biz həmin pasiyent demir ki, bəs bu həkim mənə tapşırdı ki, ehtiyatlı olmaq lazımdır. Müalicədən qabaq falan analizləri verdik. Müalicənin bir ay tamamında yenə verdik. Mənim qaraciyərimə düşürmü, düşmürmü? Lor dildə desək. Ondan sonra qərar verildi və müalicə dönəmində də o analizlər həmişə kontrol olunurdu. Bunu demir. Sonra bir çox yan təsirləri bütün pasiyentlərdə eyni yan təsirlər üzə çıxmır. Quruluqla əlaqədar yan təsir dərhal çıxır. Belə deyək də, psixoloji olaraq depressiya meyilli və yaxud digər hansısa bir psixoloji anamnez, xəstəlik anamnezi olan insanlarda bu kəskinləşə bilər. Bunu həmişə biz pasiyentə deyirik, dərman qəbul. Sən bunu hiss edə bilərsən, bunu hiss edə bilərsən, bizə xəbər ver. Ona görə bir aydan bir ən geci onlar dermatoloqun nəzarətində olmalıdırlar. Akne uzun müddətli müalicə başladısa, dərmanı götürdüm, getdim, özüm hardansa tapdım, aldım, qəbul elədim, fəsadı oldusa, bu artıq sizin məsuliyyətsizliyinizdir. Həmçinin dozajı da həkim bilmir, yan təsirləri, analizi vermir, xəbəri yoxdur ki, genetik olaraq qaraciyər çatışmazlığı var, hansısa ferment çatışmır, bu dərmanı parçalaya bilmir deyə qaraciyər orada zədələnir və xəbəri də yoxdur. Ona görə bu problemlər yaranır. Sırf həkim nəzarəti altında olsa, bu problemlərin demək olar ki, heç biri olmaz. Bəs bir də bayaq bildiyim kimi dərman reseptində, notunda yazılır ki, hamilə qadınlar istifadəsi qəti qadağandır. Ümumiyyətlə, bu preparatı doktor təyin edəndə pasiyentlərin hamısına bu söz, mən dediyim sözləri deyirlər ki, bax burada qaraciyər fermentləri, xolesterin yoxlanılmalıdır müalicə dönəmində.
Bundan başqa günəşə həssaslıq yaradır bu preparat. Ona görə mütləq SPF-dən istifadə olunmalıdır. Yəni bir ay yay ərzində qəbul eləsəz, 2 həftəyə aldığınız belə deyək, günəşlənmənin təsirini bir neçə saata belə ala bilərsiniz. Yanıq belə ola bilərsiniz, çaşıb dənizə getsiniz. Bunu pasiyentə deyirik. Uzun yoldur, qoy bilsin onu nə gözləyir. Pasiyent olur, razılaşmır, bu yay istirahətə gedəcəm, bunu salırıq payıza və s. Digər məsələ, pasiyentlərə mütləq deyirik ki, əgər bu dərmanı qəbul edirsinizsə, bitirdikdən sonra xanımlara bunu deyirik. Ən azı 1 il uşaq planlama olmamalıdır. Bəzi hallar var ki, orada hətta biz deyirik ki, 2 il belə siz uşaq planlamanı təxirə salmalısınız. Bu uşaq hamiləlik qadağasına görə bir çox adamlarda belə bir yanaşma var ki, bu sonsuzluq verir doktor. Yox, bu da mifik bir şeydir. Sırf bu belə deyək, orqanizmdə toplandığı üçün dölə keçməsin deyə biz bu müddəti gözləyirik ki, orqanizm bundan təmizlənsin ondan sonra. Çünki dölə keçəndə döldə eybəcərləşmə verir. Buna terotokin təsir deyirik və bir çox ölkələrdə artıq bunun fəsadları üzə çıxır. Bunu gözləmirlər. Hətta belə deyək, Amerikada, Avropada belə bunun fəsadları üzə çıxır. Orada hətta imza atırlar. Dərmanı pasiyentə müalicəyə başlayanda imza atır ki, mən bilirəm ki, bunun bu təsirləri var, razılaşıram, amma məsuliyyətsiz yanaşırlar, 3 aydan 4 aydan sonra uşaq planlayırlar və fəsadı da ki, tragik olur. Deməli, doktor, bu deyək ki, sızanaq müalicə oldu, bitdi, artıq üzə köhnə, yəni öncəkilərdəki kimi akne və sızanaqlar davamlı çıxmır, amma yenə də bunun bir qalıqları olur ki, yəni çapıq və ləkələr deyim və çapıq və ləkələrin yaranmasının qarşısını almaq üçün erkən mərhələdə hansı tədbirlər görülməlidir və sızanaq çapıqlarını tamamilə aradan qaldırmaq mümkündür. Yəni, məsələn, müasir tipdə lazer terapiya, kimyəvi peeling və mikroiynə prosedurları kimi prosedurlar var ki, sırf bu çapıq və ləkə müalicəsində effektivdirmi? Sızanaqda sonra çapığın qalması asılıdır, hansı dərinlikdədir, iltihabi proses, sonra əlavə müdaxilələr olubmu? Sızanaq əgər dərinin bir təbəqəsi var ki, özündən sonra o təbəqəyə qədər baş verən iltihabi proses işsiz keçir. Yəni çapıq qoymur. Ləkə qoymuş ola bilər, çapıq qoymur. Ləkə qoyması asılı olur dərin tipindən, hansı tipdir, ləkə götürəndirmi və s. və axır. Əgər görürüksə, pasiyentdə dərin səviyyədə başlayıbsa, artıq iltihabi proses, səpkilər, ilkin dönəmdə artıq biz o prosesi aradan qaldırmalıyıq. Yəni müalicəni ləngitməməliyik. Tez bir zamanda da həm dərman müalicəsi, bəzən lazer müalicəsi də var ki, buna görə iltihabın qarşısını almağı sürətləndirir. Həm lazer proseduru var bunun üçün, həm də elə lazer proseduru, belə deyək, cihazı olmayan klinikalarda belə mümkün qədər tez müraciət edin dermatoloqa, yəni pasiyent özü nə etməlidir. Səpki başladısa, qeyri belə deyək də, peşəkara yox, qeyri-peşəkar necə deyək, məsələn, kosmetoloq sözü belə də, arxasında bir akademik bir şey yoxdur. Tibbi savad olmayan bir insan ola bilər. Ağır akne ilə ora müraciət halları bizdə çoxdur. Və el dilində çistka deyilən bir prosedur var. Ağır aknesi, akne vulgaris olan pasiyent gedir. O dediyimiz o çistka, yəni təmizləmə, tərcüməsindən təmizləmə olan prosedura yazılır. Və onun o iltihabi səpkiləri, həmin o həkim olmayan şəxs tərəfindən basılaraq içi təmizlənilir. Bundan ibarətdir. Və nə edir? İltihabi proses tutalım derma qatındadır, orta təbəqədədir. Onu basarkən daha yumuşaq hissə altdadırsa iltihabi prosesdə, çöldən qabaq içəriyə doğru partlayır. Nəticədə daha ağır iltihabi prosesi çevrilə bilər. Yəni o çistka eləməsəydi, bəlkə də heç çapıqsız və yaxud minimal izlə qurtulacağı bir halı daha ağırlaşdırıb, daha fəsadlı formaya çevirmiş olur. Özləri də müdaxilə edənlər var. Bilirəm, bununla onlar sakitləşirlər və yaxud narahatdırlar. O adamlara məsləhət görürəm, YouTube-da xüsusi videolar var ki, orada necə təmizlənir, ona baxıb sakitləşə bilərsiniz. Yəni özünüz üzərində bu eksperimentləri aparmamağı tövsiyə edirəm, çünki çoxdur bizə, yəni. Amma əksər belə deyək də bu izlərin müalicəsinə gələn insanların əsas problemin özlərinin müdaxiləsinin nəticələri olur. Erkən etapda peşəkara müraciət eləmək, mümkün qədər tez müalicəyə başlamaq, ehtiyac olduqda dermatolog sizə müəyyən lazer prosedurları tövsiyə edə bilər ki, iltihabı tez götürsün. Müalicənin gedişatında artıq iltihabı sönmüş nahiyələrdə çapıqlar görülürsə, ona müvafiq
prosedurlar edilir. Burada artıq bir neçə prosedur var. Həm lazer proseduru var, çapığın növündən asılı olaraq bir neçə format çapıqlar var burada. Çapığın formasına görə həm lazer prosedurları, həm cərrahi müdaxilələr edilir. Bunu artıq siz yox, sırf peşəkar, yəni dermatoloq təyin eləyəcək. Sizin edəcəyiniz vaxtında peşəkara müraciət eləmək ki, o vaxtında müalicəyə başlasın, iltihabi proses uzanmasın, ikincil infeksiyalaşma olmasın, qeyri-peşəkar müdaxilələr olmasın. Sonraki mərhələdə də çapıqların formasına görə dermatoloq təyin edir ki, hansı müalicəni aparacaq, hansı prosedur ediləcək. O sırf özəldir, hamıya standart deyil. Çapığın formasından, yerləşməsindən sonra dəyişir. Ləkələr məsələsi də eynən ləkə yaradan səbəblərdən siz özünüz nə edə bilərsiniz? Ona günəşdən qorunun. Çünki əgər iltihab varsa dəridə və o ultrabənövşəyi şüanın təsirinə məruz qalırsa, dəri özünü o nahiyələrdə müdafiə etmək üçün aşırı melanin sintez edəcək və tündləşmə. Bir çox hallarda biz bunu görürük. Köhnə səpkilərin yerində qəhvəyi ləkələri. Təzə olduqda bu qırmızı ləkələr olur. O mərhələdə bir başqa müalicə aparılır, qəhvələşəndən sonra digər bir müalicə aparılır. Burada da yenə lazer müalicəsi var, müəyyən mezoterapiya müalicələri var burada. Bəs bu lazer terapiyası deyirsiniz də, bu lazer terapiyasının gələcək fəsadları varmı? Belə deyək də, lazer rentgen şüası ilə səhv salmayaq. Bu sırf dəriyə təsir edir. Bunu da mütəxəssis etdikdə, belə deyək də, bu dəqiqə lazer dermatologiyası, dermatologiyanın ən yeni sahəsidir. Günü-gündən yenilənir. Orada artıq hər növbəti 5 ildə, 10 ildə yeni imkanlar verir bizə, dermatologlara. Mən özüm açığı razıyam, özüm istifadə edirəm və nəticələri məni çox qane edir, pasientləri də. Yəni, 10 il əvvəl biz bunları eləyə bilmirdik sadəcə olaraq, amma artıq indi bu mümkündür. Əgər 10 il əvvəl siz müalicə olunmusunuzsa, hansısa izlər qalıbsa, o vaxt bəlkə də dermatoloqunuzda o seçim olmayıb, amma bilin ki, artıq bu gün var. Bir daha müraciət edə bilərsiniz. Əgər hansısa izlər sizi narahat edirsə, barışa bilmirsinizsə, bir daha müraciət edə bilərsiniz. Çünki bu sahə il-ildən yenilənən sahədir və önü çox açıqdır. Düşünürəm ki, bir neçə ildən sonra, sızanaqdan sonra qalan hər bir iz artıq götürülə biləcək. Elə bir çətin, imkansız bir şey olmayacaq. Çox sağ olun Fərhad doktor, gəldiniz. Siz də sağ olun. Cəmiyyətin bir çox hal-hazırda yaşadığı bu dəri problemlərini ən azından aydınlıq gətirdiniz, tam şəffaf şəkildə, səmimi şəkildə. Söhbətim üçün sizə dərin təşəkkür bildirirəm. Minnətdaram, rica edirəm. Bugünkü qonağımız həkim dermatoloq Fərhad Qarayev idi. Videonu bəyəndinizsə, videonu like etməyi, şərh bölməsində fikirlərinizi bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.